Salam, kanalın ilk videosunda sizi xoş gördük. Bu videoda sizə özümü təqdim edəcəm və kanal haqqındakı planlarımdan danışacağam. Özüm haqqında danışmamışdan əvvəl kanal haqqında qısa təsvir vermək istəyirəm. Bu kanal proqramlaşdırma, texnologiya və startap ekosistemi ilə bağlı bir kanal olacaq. Yəni ki, siz bu kanalda proqramlaşdırma dərsləri, startap ekosistemi ilə bağlı hər hansı bir xəbərlər, bu dünya ekosistemi də ola bilər və ya yeni bir texnologiyanın müzakirə olunma videolarını görə bilərsiniz. İndi keçək mənim haqqımda danışaq. Çünki bu kanaldakı videoları hazırlayan, sizin görəcəyiniz adam əsasən mən olacağam. Ona görə düşünürəm ki, yaxşı olar ki, bu gündən kim olduğumu, indiyə qədərki təcrübəmdən azdan çoxdan sizə danışım. İrəlik videolarda bəlkə daha yaxından tanış olacaq, amma indidən müəyyən giriş verməkdə fayda var. Adım Abdullah Bəşiroğludur. Proqramlaşdırma ilə ilk dəfə 2009-cu ildə internetdə gördüyüm bir video vasitəsilə, bir reklam vasitəsilə tanış olmuşam. Ondan əvvəl də mən proqramlaşdırmaya müəyyən həvəsim var idi, lakin həmişə çətin olduğunu, öyrənə bilməyəcəyimi düşünürdüm. Hətta universitet vaxtı bir qrup yoldaşım var idi, proqramlaşdırma ilə maraqlanan, proqramçı olan. Ondan soruşmuşdum bu barədə necə məşğul ola bilərəm. Mənə təəssüf ki, çətin olduğunu, uyğun olmadığını kimi bir cavabı vermişdi və mən də onun səmimiyyətinə inanıb proqramlaşdırmadan uzaq qalmışdım. Lakin gördüyüm reklamda proqramlaşdırma öyrənmək elə də çətin deyil idi və mən bundan həvəslənib proqramlaşdırma öyrənməyə başladım. Birinci istifadə etdiyim sayt codecademy.com saytı oldu, hansı ki, orada interaktiv formada proqramlaşdırmanı öyrənmək olur və mən 2019-cu ildə proqramlaşdırmanı codecademy.com vasitəsilə öyrənməyə başladım. Daha sonra isə bunun arxasınca FreeCodeCamp ilə tanış oldum, məqalələr oxudum və Udemy ilə tanış olub öyrənməyə davam elədim. Udemy proqramlaşdırma öyrənmə səyahətimdə birinci böyük addım idi. Bu prosesə çox məhsuldar təsir elədi. Lakin bir mərhələdən sonra mən proqramlaşdırma ilə əlaqəli network qurmalı olduğumu düşünüb Azərbaycanda müəyyən kurslara qoşuldum. Lakin həm kursda olan, kursun komandasında, müəllimlərdə olan məsuliyyətsizlik, həm də ümumiyyətlə gözləntilərimin qarşılanmaması səbəbindən bir müddət sonra, təxminən 3 ay sonra 4 aylıq kursun 3-cü ayında kursu dayandırma məcburiyyətinə qaldım və kursdan ayrıldım. Yenidən Udemy-dən öyrənməyə geri qayıtdım və ingilis dilində öyrənmə qərarı aldım. Yəni o günə qədər mən ingilis dilimin kifayət etməməsi səbəbindən türk dilində və Azərbaycanca resurslardan faydalanırdım. Lakin həmin mərhələdən sonra ingilis dilində proqramlaşdırma öyrənməyə davam elədim. Bu da yenə növbəti bir bariyer idi və ciddi qərar idi, ciddi addım idi. Kifayət qədər yaxşı nəticə verdi və mən proqramlaşdırmada müəyyən qədər irəlilədim. Lakin 3-cü mərhələ və ən əsas mərhələ mənim proqramlaşdırma öyrənməyimdən təxminən 9 ay, 1 il sonra baş verdi. Bu nə mərhələsi idi? Bu mərhələdə mən proqramlaşdırmanın edilərək öyrənilən bir şey olduğunun fərqinə vardım. İnternetdə gördüyüm bir video vasitəsilə. Bu Yalın Kod kanalının bir videosudur. Proqramlaşdırmanı öyrənmək və proqramlaşdırmada irəliləmək adında bir videodur. O videoda danışılır ki, proqramlaşdırma edilərək öyrənilən bir şeydir və mən bununla bütün proqramlaşdırma öyrənmə strategiyamı dəyişdim və proqramlaşdırmanı edərək öyrənməyə başladım. Bu ən ciddi addım idi mənə görə. Kifayət qədər uğurlu olmağa başladım. Proqramlaşdırma öyrənməkdə uğurlu olmağa başladım. 2022-ci ilin ortalarında mən proqramlaşdırma sahəsində ilk işimi tapdım. İlk işimi tapanda müəyyən qədər JavaScript bacarıqlarım, React, TypeScript və Next.js bacarıqlarım var idi. Eyni zamanda bir qədər Node.js və MongoDB olmaqla backend bacarıqlarım da var idi. 2021-ci ilin ortalarından 2022-ci ilin ortalarına qədər Azərbaycanda bir proqramlaşdırma qrupunun tərkibində olmaqla remote olaraq aktiv proqramlaşdırma ilə məşğul oldum. Daha çox istifadə etdiyim texnologiyalar Next.js və React texnologiyası idi. O dövrü bu gün geri baxdığımda böyük özgüvən baxımından böyük irəliləyiş, lakin çox da məhsuldar olmayan bir dövr kimi görürəm. Burada həm məndən qaynaqlanan, həm də ki, ümumi prosesdən qaynaqlanan səbəblər var. Lakin mənə bu proses, iş tapmış olmağım, bu sahədə irəliləmiş olmağım və bura demək olar ki, öz hesabıma, özümü öyrənə-öyrənə gəlmiş olmağım böyük özgüvən verdi. Bu özgüvəni istifadə edərək mən daha sonra müəyyən başqa komandalar qurdum. Həmin komandalarla birlikdə məhsullar hazırlamağa davam etdik. Bu periodu da təxminən 2022-ci ilin ortalarından bu günə qədər olan dövrü düşünmək olar. Bu gün də hələ də aktiv formada bir komandamız var. Həmin komanda ilə birlikdə digital məhsullar hazırlayırıq və bunu müəyyən müştərilərə təqdim edirik. Gələcəkdə də bu hansı modellər üzərindən işlədiyimi və s. daha ətraflı sizə danışaram. Lakin bu 2022-ci ilin ortalarından bu günə qədər olan dövrdə mən aktiv formada proqramlaşdırma ilə məşğul olmamışam. Aktiv formada proqramlaşdırma ilə məşğul olmamaq dedikdə də, yəni kod yazmamağı nəzərdə tuturam. İşimin içində proqramlaşdırma var, müxtəlif yeni texnologiyaları öyrənmək, onlara adaptasiya olmaq var. Lakin aktiv kod yazmaq yoxdur. Daha çox biznes analitik olaraq fəaliyyət göstərirəm. 2022-ci ilin ortasından bu ilin, yəni 2025-ci ilin oktyabr ayına qədər olan dövrdə həm digital məhsulların hazırlanması ilə məşğul olmuşam, həm də başqa sahələrdə də müəyyən fəaliyyətlərim olub. Bunu digər biznes sahələri nəzərdə tuta bilərsiniz.
etdiyimiz. Bir tərəfdən bu mənim texnologiya sahəsində etdiklərimi dəstəkləyib, digər tərəfdən isə müəyyən qədər geri atıb, fokusu yayındırılması səbəbindən geri atıb. Bugünkü fəaliyyət planım isə sadəcə digital məhsullarla bağlı işləməkdir. Digital məhsullara isə həm təhsillə bağlı müəyyən məhsulları nümunə göstərə bilərəm, həm də hal-hazırda üzərində işlədiyimiz biznesdəki müəyyən problemləri həll etməyə fokuslanmış proqram təminatlarının hazırlanmasını başa düşə bilərik. Müəyyən qədər tanış olduq. Özüm haqqında deyə biləcəyim başqa şey ondan ibarətdir ki, hazırda sizə bu videonu Malayziyadan çəkirəm. 3 aydır ki, bir səyahətdə idim. Mənim planım bu səyahətin əvvəlində sizlə olan bu hekayəyə başlamaq idi. Yəni bu videoları bu səyahətin əvvəlində çəkməyə başlamaq idi. Lakin qismət bu günə imiş. Mən səyahətin əvvəlində videolar çəkməyə başladım, lakin başqa mövzularla əlaqəli çəkdim. İndi isə 3 ayın sonunda geri qayıtmadan, geri Azərbaycana qayıtmağı planlayıram hal-hazırda. Geri qayıtmadan bu macəra üçün olan ilk videonu da çəkmək istədim. Bu səyahətə də çıxdıqda hədəflərimdən biri də digital nomad adlandırdığımız həyatı da yaşamaq, təcrübə etmək və mənə görə olub-olmadığını biraz yoxlamaq idi. Bunu yoxlamaq üçün çoxlu fürsətlərim oldu. Bu 3 ay ərzində bunu dəyərləndirdim, həm gəzdim, həm işlədim və təcrübə etmə fürsətim oldu. Gələcəkdə də videoların hansındasa bu barədə bəlkə danışarıq. İndi isə keçək kanalın məqsədlərinə və kanalın məzmun strategiyasına. Kanalda fərqli-fərqli kontentlər olacaq. Bu kontentlərdən biri olacaq texnologiya. Texnologiya dedikdə təkcə Apple-ın hər hansı bir yeni məhsulundan söhbət getmir. Texnologiya dedikdə eyni zamanda mən insanların inkişaf etdirdikləri metodları da texnologiya kimi görürəm və ya şirkətlərin inkişaf etdirdikləri metodları da texnologiya kimi görürəm və bunlardan danışacağam. Misal üçün GitLab şirkətinin remote işləməklə bağlı bir yanaşması var və ya bir başqa şirkət, Google Chrome şirkətinin qazancın bölüşməsi ilə bağlı bir metodu var və ya elə dediyimiz Apple-ın yeni bir məhsulu çıxır. Bu məhsul bazarda, içində olduğumuz texnologiya bazarında müəyyən dəyişikliklərə səbəb olacaq. Məsələn üçün bundan 10 il əvvəl Apple Store mobil developmentla məşğul olanlar üçün nə idisə, yeni çıxan məhsul bazara bu tip bir dinamika gətirəcək. Bunu bizim bugündən görmə fürsətimiz varsa və ya görən müəyyən adamlardan belə bir şey eşidiriksə, bunu müzakirə etmək bir növ bu kanaldakı hədəflərimizdən biridir, hətta borcumuzdur. Birinci kateqoriyanı texnologiya adlandıra bilərik və bütün bu danışdığım şeyləri texnologiya altında birləşdirməyi planlayıram. İkinci mövzumuz startup mövzusudur. Startup mövzusunda isə dünyada startupla məşğul olan bir çox adamın ortaq qəbul elədiyi yanaşmalar var. Əksər şeylər startup sahəsində biraz müzakirəyə açıqdır. Yəni bir qrup belə ifadə eləyir, bir qrup belə ifadə eləyir. Amma bəzi şeylər var ki, böyük çoxluq bundan razıdır. Misal üçün belə bir qayda var ki, startupda bir şeyin tətbiq olunması ideyadan daha dəyərlidir. Məsələn, bu startupla məşğul olmağa başlayan gənclərin bilmədiyi bir şeydir. Mənim gördüyüm qədərilə bilmədikləri bir şeydir. Onlar ideyanı yüksəldirlər. İdeyanı çox dəyərli bir şey kimi görürlər. Yəni siz belə bir şey eşidə bilərsiniz hansısa startupla məşğul olan bir adamdan ki, gəlir sizə deyir ki, bəs bir ideyam var deyir. Amma deyir, bilmirəm, narahatam ki, sənə deyim, deməyim. Çünki deyərəm birdən eləyərsən bunu. Yəni ona görə narahatam, istəmirəm yayılsın. Ya da sənə deyirəm, sən heç kimə demə. Belə bir yanaşma var. Bu yanaşma təəssüf ki, yanlış yanaşmadır. Sadəcə gəncliyin gətirdiyi və ya bilməzliyin gətirdiyi, hətta cəsarət edib bunu cahilliyin gətirdiyi bir şey kimi adlandıra bilərik. Biz bu tip mövzulardan danışacağıq bu kanalda eyni zamanda. Maksimum Azərbaycanda bu mövzuların gənclər arasında daha çox yayılmasında, bir növ onların startapa olan baxışlarını dəyişməsində və bu sahəyə daha çox həvəs göstərməklərində, müəyyən insanların problemlərini həll etmək sahəsində müəyyən həvəs göstərməkləri üçün çalışacağıq. Üçüncü mövzumuz olacaq proqramlaşdırma və proqramlaşdırma ilə əlaqəli digər yaxın sahələr. Bunlara müəyyən başqa alətləri nəzərdə tuta bilərsiniz. Hansı ki, bu alətlər təkcə proqramçılar tərəfindən istifadə olunması bu gün nəzərdə tutulmuyub. Lakin proqramlaşdırma sahəsinin bir növ dünyaya hədiyyə etdiyi məhsullardır. Misal üçün bunlara Git və GitHub-ı nümunə göstərə bilərik. Biz bu texnologiyanın necə işləməsindən danışacağıq, öyrənəcəyik və hansı sahələrə tətbiq edə bilərik, bunlarla nələr edə bilərik, bundan danışacağıq. Biz bir dil öyrənəcəyik birlikdə. Bu böyük ehtimalla JavaScript dili olacaq. Daha sonra JavaScript dilini necə istifadə edərək biznes problemlərini həll edə bilərik və ya JavaScript dilini necə istifadə edərək özümüzü developer kimi yetişdirə bilərik. Bunu öyrənəcəyik. Bundan 3 il əvvəl olsaydı, bəlkə proqramlaşdırma bu kanalın əsas mövzusu olardı. Lakin bu gün biraz 3 il əvvəldən mənim proqramlaşdırma öyrəndiyim, mənim işə başladığım dövrdən şərtlər fərqlidir. Hansı şərtlər fərqlidir? Artıq dünyamızda GPT-lər var, süni intellektlər var və bu süni intellektlər bəzi dinamikaları dəyişib.
dəyişib. Artıq developerlar əvvəlki qədər dəyərli deyil. Developerların sözlərinin kəsəri əvvəlki qədər güclü deyil. Developerlar artıq rahatlıqla əvəz oluna bilən insanlara çevriliblər. Biz ona görə proqramlaşdırmadan danışacağıq. Hətta proqramlaşdırmadan biraz daha geriyə gedib kompüter elmlərinin necə işləməsindən danışacağıq. Bu arada bunlar haqqında mən çox şey bilmirəm. Yəni proqramlaşdırma haqqında biraz əvvəl özüm videonun əvvəlində də dediyim kimi, mən aktiv olaraq proqramlaşdırma ilə məşğul deyiləm. Lakin proqramlaşdırma ilə məşğul olmuşam. Nə işə yaradığını başa düşürəm. Proqramlaşdırmanı istifadə edərək minlərlə insanın problemini həll edəcək məhsullar ortaya çıxartmışam və düşünürəm ki, birlikdə biz proqramlaşdırma öyrənə bilərik və proqramlaşdırma ilə bağlı bəzi başqa alətlər öyrənə bilərik və bunu maraqlı formada edə bilərik. Qayıdaq dəyişən dinamikalara. Dəyişən dinamikaların nəticəsində artıq şərtlər əvvəlki kimi deyil və bununla əlaqəli olaraq proqramlaşdırmaya kanalda daha aşağı fokus verəcəyik. Daha çox, daha uzun illər ətrafda olacaq, uzun illər insandan asılı olacaq və sahələrdə özümüzü inkişaf etdirməyə çalışacaq. Bu arada üçüncü sahənin adı proqramlaşdırmadır, amma dediyim kimi proqramlaşdırma və proqramlaşdırma ilə əlaqəli başqa mövzulardan da danışacaq. Misal üçün buna məhsul menecərliyi və ya dizayn aiddir və ya istifadəçi təcrübəsi sahəsi aiddir. Bütün bu mövzularda biz müəyyən şeylər öyrənəcəyik. Baxmayaraq ki, artıq süni intellektlər müəyyən kodlar yaza bilirlər. Hətta şirkətlər tərəfindən istifadə oluna bilirlər. Hətta şirkətlərin yaxın gələcəkdə süni intellekti istifadə edərək bəzi developerları işdən çıxarda biləcəyi danışılır və mən bunu kifayət qədər real görürəm. Çünki bu məsələlər belə olmur ki, süni intellekt bir developeri tam əvəz eləsin. Xeyr, daha çox belə olur ki, süni intellekt şirkətdə olan developerların iş yükünü azaldır. Nəticə olaraq bir şirkətdə 30 developer varsa, onların iş yükü hər birində 20% azaldıqda, bu ümumi developerların iş yükündən də müəyyən qədər azalmış olur. Hər birinin iş yükü azaldığına görə nəticə olaraq bəzi developerları kənara qoyub, digər developerları, yaxşı olan developerları bir siyahıya düzə bilərik bunları. Burada siyahının sonunda olan 2-3 nəfəri kənara qoyub, onların geri qalan o 80%lik iş yükünü digər developerlara verə bilərik və nəticə olaraq bu 3 nəfərdən biz biznes tərəfdən dəyərləndirsək, xilas ola bilərik. Onlara verdiyimiz maaşdan xilas ola bilərik. Biraz mən daha çox bu işləri belə görürəm və düşünürəm ki, danışılanlar realdır. Çox yaxın gələcəkdə biz bu gün də hətta bunu real olaraq görürük, amma yaxın gələcəkdə daha çox görəcəyik ki, developerlar da öz işlərini itirməyə başlayacaqlar və bu artan tendensiya ilə davam eləyəcək. Çünki hal-hazırki süni intellekt bu formada qalmayacaq. Hər keçən gün daha da yaxşılaşacaq. Developerların öyrənmə sürəti ilə süni intellektlərin öyrənmə sürətini müqayisə etsək, süni intellektlər çox daha sürətli formada öyrənirlər, inkişaf edirlər. Baxmayaraq ki, süni intellektlər inkişaf edirlər, baxmayaraq ki, onlar developerların işlərini əlindən alacaq. Lakin bir şey diqqətimizdə saxlamaq lazımdır ki, bu proqramlaşdırmanı lazımsız etmir. Bu bir insanın proqramlaşdırma öyrənməyini dəyərsizləşdirmir. Proqramlaşdırma öyrənmək məncə bundan 10 il, 20 il sonra da faydalı olan bir bacarıq olaraq qalacaq. Proqramlaşdırma bilmək bacarığı faydalı olacaq. Çünki proqramlaşdırma bilmək insana fərqli formada baxmaq, düşünmək bacarıqları qazandırır. Biz bəlkə iş üçün proqramlaşdırma öyrənməyə bilərik. Artıq bu biraz bəlkə keçmişdə qalıb. Yenə bu formada dünyanın developerlara ehtiyacı olacaq, amma çox daha az developer ehtiyacı olacaq. Və nəticə olaraq biz bu formada yanaşıb proqramlaşdırmanı o məqsədlə öyrənməyə bilərik. Amma proqramlaşdırmanı öz beynimizi inkişaf etdirmək, müəyyən formada düşünmə bacarıqları qazanmaq üçün proqramlaşdırma öyrənməyi vasitə kimi istifadə edə bilərik. Biz də bu kanalda bu baxımdan proqramlaşdırma öyrənəcəyik. Çox da maraqlı olacaq, çox da məhsuldar olacaq. Aşağı-yuxarı demək istədiklərimi dedim. Ümumi olaraq videonun icmalını vermək istəyərəm. Öyrənmədə T şəkilli öyrənmə adında bir anlayış var. Ümumi olaraq dərinə və geniş öyrənmə anlayışları var. T şəkilli öyrənmədə isə bir sahədə dərinini öyrənib, çoxlu sahələrdə isə geniş öyrənmə başa düşülür. Biz də bu kanalda texnologiya haqqında çoxlu şeylər öyrənəcəyik. Bunu geniş öyrənmə düşünə bilərsiniz. Mərkəzdə dərinini öyrənəcəyimiz sahə proqramlaşdırma və proqramlaşdırma ilə əlaqəli bacarıqlar olacaq. Bunlara məhsuldarlıq alətləri də aiddir, motion kimi alətlər də aiddir və eyni zamanda bir neçə sahədə də müəyyən qədər dərininə öyrənəcəyik. Baxmayaraq ki, bu metodu T şəkli adlandırırlar, lakin bu tam möhtəşəm T olmaq məcburiyyətində deyil. Hər insana görə dəyişə bilər və bizim də kanaldakı videolar müəyyən formada T-ni əks etdirəcək, amma hansı formada əks etdirəcək, bunu zaman göstərəcək və bu hekayənin siz də parçası olacaqsınız. Bəyəndiyiniz videolarla, daha çox tələb etdiyiniz videolarla bizim bu T forması formalaşmış olacaq. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşənədək.